nifrətə çevrildi baxışlarımız, qanlı səklərdə naxışlarımız, güllərə qərq olmuş başdaşlarımız, namusu qeyrəti daşı şəhid. Bildiyiniz kimi, deməli, dünənləri Bakı şəhərində keçirilən şəhidimizin xatirəsinə Kəmər Kubok turnirində iştirak etmişik Ağcabədi komandası olaraq. Uşaqlar da bu yarışların, bu döyüşlərin şəhidlərimizin xatirəsinə həsəd ediblər. Ona görə də bu günləri də gəlmişik, dost bildik, şəhidlərimizi ziyarət edirik. Allah sizlərdən də razı olsun ki, həmişə dəstəksiz, uşaqları dəstəkləyirsiniz. Buyurun, indi sizlər də nə arzu istəyiniz var bu gənc nəslə, bu idmançılara, bu əmr qadir, buyurun. Mən sizdən fəxr edirəm uşaqlarla. Mən fəxr edirəm ki, bizim kəndimdə belə gənclər yetişir. Bu uşaqlar bizim gələcəyimizdir. Allah Teala bunları ondan da uğurlu, ondan da yüksək dərəcələrdə böyüşməyə sizə nəsib eləsin. Azərbaycanın bayrağını xarici dövlətlərdə qaldırmaq sizə nəsib olsun. Amin. Fəxr edirik sizinlə. Bax, sən də bir keçmiş döyüşçü kimi, 90-cı illərin müharibə savaşçı kimi. Allah Teala bu qanunlarım, sən canını sağ eləsin ki, sən belə bir tədbir çox keçirirsən. Şimdi ona görə də elə bunlar bizim gələcəyimizdir, bu bizim fəxrimizdir. Biz ona görə də biz bunları görmüşük ki, idmançılar haralar nail olub. Bunlar biz həşəmlər yetişirik, biz yetişdirik. Namık Abdullayev kimi incitlərimiz var bizim. Etibar İsmailov kimi, Livat Hüseynov kimi qardaşlarımız var. Yəni biz fəxr edirik ki, belə olanlarımız var. Bunlar da Allah Teala devlətimizə yararlı və ölkəmizə, cənab prezidentimizə daim olsunlar daimi. Daimi də onu dəstəkləyirik. Allah qorusun. Bu qədər. Sağ olun qardaş, sağ olun. Sən də bir texnik hərbiçi, mən də bir baba kimi, valideyn kimi səni deşilir. Bugün növbəti qələbəmizin sevincini yaşayırıq. Ömer müəllim, ilk öncə mən sizi təbrik edirəm, sizə minnətdaram. O cümlədən bizim gənc idmançılarımızı təbrik edirəm. Onlara uzun ömür, can sağlığı. Paytaxtımızda keçirilən növbəti turnirdə bunlar qələbə ilə qayıtdı. O qürur verici hissdir. Onu heç bir sürə sözlərimizlə ifadə eləmək olmur. Çox həqiqətən də hamı üçün bizim Kəhrizli cəmaatı, Hindaq, bölgəyə bölməyək bölgələrimizi. Yəni, həqiqətən də qürur verici hissdir bugünkü gündə. Mən bir daha sizi, hamınızı təbrik edirəm, sizə uzun ömür, can sağlığı. Çox sağ olun. Valideyn kimi qardaşım. Elə sənin Allah canını sağ eləsin, ömrünü uzun eləsin. Allah bunların da canını sağ eləsin, Allah şəhidlərimizə də rəhmət eləsin. Sağ olun. Evet, sən də bizlə bərabər yol yoldaşı da oldun. Bundan ikinci yarışda bizlə bərabər, sən də dost kimi, bir valideyn kimi. Səni də işlək. Mən ilk öncə sizi təbrik edirəm ki, Kəhrizi kəndimizə belə qələbə ilə, kəmərlə döyüşdür etməsin. Allah sizdən razı olsun, Allah canınızı sağ olasın. Bunlara da yiğitlər, uğurlar, can sağlığı. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Onların sayəsində. Sağ olun, var olun ki, siz də bu idmançıları tək qoymursunuz. Allah şəhidlərimizə rəhmət eləsin. Amin.